Yaşı necə böyükdür, necə yeyir yemək. İşte anası Anita gelip 2016 ildə Avstriyadan 1 ton 250 bunun içerisinde anası. Gözləri də qəşəngdir, özü də qəşəngdir, gözəldir. Bunun anası hal-hazırda 14 yaşındadır. Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu günlər sizlərə kənd təsərrüfatı və qida sərgisində nümayiş olunan, diqqətimi çəkən 1 tonu ağırlığında olan buğanı göstərəcəm sizlər üçün. Çox maraqlı videodur. Mütləq videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin, kanala abunə olmağı unutmayın. Keçək videoya. Yazın Qarxanı Baytar Həkim Agrodermi Yalma Aqropar şirkətində çalışıram. Deməli, onlar bizdə simental cinsidir. 2-8 aylıqdır. Öz yetişdirməmizdə anası Anita gəlib 2016 ildə Avstriyadan 1 ton 250 bunun içərisində anası bəli, özü 2 yaş 8 aylıqdır. Kəsilmək üçün, yoxsa damazlıq? Bu damazlıq olur, burada kəsilmək. Kəsilmək üçün. Bunlardan yəni çoxdur. Bu çəkiyə kimi saxlanır, bu damazlıq olduğu üçün bu şəkildədir. Adətən 350, 400, 500 kiloya kimi bizdə satışlar olur. Yəni 6-7 aylığında. Bundan da Demək olar ki, belə taze vəziyyətdədir, boyuna görədir. Yəni ki, 1 ton 500 verənlər olur, çox olur. Yəni başqa digər məsələlərimizdə. Bunun anası hal-hazırda 14 yaşındadır. 9 litr ortalama sütü var. Yəni illik süt verimi 10 ton, yəni 600 litr. Gündəlik 30 litr ortalama hesablanır bizdə. Bu məsələn, sütlü inek alan neçə olur? Sütlü deyəndə bizdə boğaz düyələr satılır. 5500 simental cinsi, Holsteinlər, yəni qara alablalar 5200-dür, nərd alışdır bizdə. Günə onda neçə litr verir sütü? O Holsteinin anası 35-36 litr ortalama sütüdür. Simentalın 29-30 litr ortalama sütüdür. Yəni bizdə sırf bu heyvanların anasından danışıram. Çox yəni süt verən var, az verən var. Bizdə yəni ki Avstriyadan gəlməyinə baxmayaraq dünya birinciliyimiz olub o sütdən. Yəni ki o sütdən onda 7 sərtləşməmizin süt alısını olub ortalama. Hətta Avstriyadan özləri gəlib, yəni yaxınlaşıb qarışırlar ki səbəb nədir? Yəni ki bizdən aparıb bizdən çox sütü necə ala bilərsiniz yəni? Lori desək. O 30 litr süt verən onda nə qədər yem yeyilmişcənsın? Yem mən deyə bilmərəm, o bizdə zootexniki xidmət bilir. Mən ancaq baytarlığa aid, yəni ki, belə məlumatları verə bilərəm, deyə bilərəm. Bizdə misal üçün dırnaq baxımı olur, heyvanlarda müalicə olur. Doğumundan sonra yəni ki, müalicə periodları var. Termometrə dördür olanı. Gəzirlər sahələrdə. Bəli, bizdə yəni açıq şəraitdədir, düzdür. Ferma şəraitidir, amma açıq şəraitdir. Yaşıl ot. Qruplardır. Yox, xeyr, yaşıl ot bizdə yoxdur, rasyondur. Yəni konsentrantlardır. Daha çox. Genetika dəyişən, bir çoxları bəlkə danışır, genetika iynə vurub kökəldirsiniz, süt çox alırsınız, elə bir şeylərimiz yoxdur. Sadəcə vitaminli, qüvvətli yemlərdir, kalsisidir, yəni minerallarıdır. İnsan yəni necə yemək yiyib kökəlirsə, bu da həmin bir şeydir. Yəni dişilər südünə görə yaxşı yemlənir deyə südür. Yaxşı baxılır, yaxşı da ət verir, süt verir. Nəticə verir. Göz qabağındadır. Yəni nəticəmiz həmişədir ki, maraq dairəsi olur, yəni sərgidən. Yaxşı da baxılır ki, süt olmasın. Onlar yəni bunların törəmələridir, necə deyim, eyni sort. Eyni sortdur da, o ağır qara. Ağ-qara Holsteindir, qırmızılar simentallardır. Yəni bu eyni cinslərdir onlardan. Bunlar 6 aylıqdır, yaşlarında onlardır. Bunlar belə satışı olur da, dediniz ki. Satış olur, bizdə
Yəni bu hepsi 700 manat arasında. Yəni ki 350-500 manat, 500 kilo arası yəni satılır. Sütdən satılır yəni. Sadəcə sahibkarlar ala bilər, südünü ala bilər. Südü yağlılıq dərəcəsi yüksək olur məncə. Qidalanmasına nasıl olur? 3,5-4 arası. Yağlı. Bəli. Amma diri heyvan satışı var. Diri heyvan satışı. Hardan ala bilərlər? Qaçmaz agroparkdadır. Hal-hazırda satışlarımız. Oradan əldə edə bilərsiniz. Nömrə deyirlərsiniz sizə. Nömrəni qeyd edərsiniz, bizdə orada yazılır. Şöhrət bəydir, satış menecerinin nömrəsidir. Oradan Və hə. üzr sənədlərə bilmə, ona görə. Qaçmazlar, agropark. Qaçmaz agropark, Qaçmaz agropark var, Ağsu agropark var, Qəbələ agropark var. Sağ ol. Böyle dostlar, maraqlıdır yəni ki. Burada kənd təsərrüfatı sərgisi, burada kənd təsərrüfatına aid bütün yəni ki texnikalar, ondan sonra heyvanlar göstərilir. Böyürdən tutmaq. Hə, burada da ki bu inəyi almaq istəsə, bu bulanı almaq istəsə, əlaqə nömrələridir. İkincisi, doğum tarihi, hamısı çəkisi, telefon baxa bilərsiniz. Görürsünüz necə böyükdür, necə yeyir yemək. Gözləri də qəşəngdir, özü də qəşəngdir, gözəldir. Bu buğadır. Samazlıqdır. Çox məhsuldar var heyvanlardır. Həm əti, həm südü.